Çox incə məqamlara toxunursunuz, doktor. Həqiqətən də ümid edirəm ki, izləyiciləriniz sizin bu dediyiniz dəyərli fikirlərdən, tövsiyələrdən yararlanacaqlar. Belə bir sualla müraciət etmək istəyirəm. Bir insan səhər yuxudan oyanarkən ilk olaraq nələri etməlidir ki, gününü daha pozitiv, daha dinamik və daha rahat keçirsin? Yuxudan durmamışdan qabaq axşam yatmağı var bunun. Axşam yatanda düşünərək yatmalıdır. Mən sabahım çox gözəl olacaq. Sabah mən işimə gedəcəm, müdirimlə xoş söz deyəcəm. Sabah yuxudan duran kimi tez gedib anama deyəcəm, ana sabahın xeyir, atam sabahın xeyir, nənə sabahın xeyir. Bu onu düşünərək yatmalıdır. Və yuxudan duranda da mütləq mənim düşüncəmdə keçmişdə olduğu kimi hamı bir-birinə sabahınız xeyir deməlidir. Sabahınız xeyir sözü adi bir söz olsa da, amma bunun frekansı çox gözəldir. Təsəvvür elə ki, bir insanı görürsən, səhər işə gedəndə sabahınız xeyir olsun. Və ya da bir aparıcı xanım kimi sabahınız xeyir olsun. Bəli, bəli, biz sabahınız xeyir olması düşünməliyik ki, sabahımız xeyir olsun. Hətta mən son vaxtlar öz səhifəmdə paylaşıram ki, nə dünən var, nə bugün var. Bir dənə elə sabah var. Hanı sabah? Sabah elə bugündür. Dünən də sabah idi, o birisi gün də sabah idi. Yəni o birisi günün dünəninin sabahı bugündür.